həzz ziyarətinə pul sərf olunana qədər, verin kimisə təhsilinə. Bunun ardından da başladılar ki, bəs Elşad Miri niyə Cadillac'ını satmır və təhsilə yatırır? Sizin Cadillac'ınız var ümumiyyətlə? Həyatımda heç bir zaman Cadillac'ım olmuyor. Olsa da bunun da açıq deyərdim, gizlədiləsi bir məsələ deyil. Eyni zamanda iş adamı olaraq da bizim də bir fəaliyyətimiz var. Bu günlərimdə bütün hamısı açıqdır, şəffafdır. Burada gizli bir tərəfi yoxdur. Bu gün ölkəmizdə də bu şəffaflaşma prosesinin getdiyini hər birimiz görürük o məsələdə. Yəni ona görə bunu deyən insanlara keçən dəfə belə bir hadisə oldu, onu da qeyd edeyim. Cümə namazındaydım, cümə günü qılınan namazda məsciddə. Bir nəfəri gördüm mənlə belə soyuq davranır. Dedim, mənə çöndü, dedim, nə əcəb görüşmürsən mənlə? Sən də məni bidət əhli olaraq görürsən. Bu da Ərəbistanda oxuyub gəlmiş şəxslərdən biri idi. Dedi ki, nə əcəb sən bəs onda cüməyə gəlmirsən, cüməni inkar edənlərdən biri idin. Dedim ki, elə bir söz işlətməmişəm. Dedim, mən sən o videonu görmüşəm. Dedim, oradan kontekstdən çıxarıb təqdim edirlər. Bütün videonun içindən müəyyən bir hissəsini çıxartmışdı. Orada da məsələ elə deyildi. Dedi, yox, mən ona inandım. Dedim, əgər ona inanırsansa, dedim, yenə səndən bir yerdə, həmin o ölkədə oxumuş şəxslərin biri mənim əleyhimdə bir video çəkib ki, əgər sən elə həcclə bağlı onu danışırsansa, öz Cadillac'ını sat, apar ya Çin maşınalcına, ya da ki, get burada tələbələrə onu yardım elə. Dedim, indi gedək onunla da inanırsansa, həmin orada, buradan çıxaq, mən səni Cadillac'ıma mindirim, həmin yerə düşürdüm. Həmin adam qaldı belə. Yəni, bu insanlar həqiqətən iftira atmağı, böhtan atmağı bu qədər asanmı görürlər, bu qədər rahatmı görürlər? Bu insanların Allah inamı harda qaldı ki, dediyimiz hər bir sözə görə Allaha cavab verəcəyik. Atdığımız böhtanlara görə mütləq onun qarşılığı olacaq, mütləq onun əvəzi olacaq. Sənin əgər bu din anlayışında deməli sənin problemin var. Həqiqətən bunu bilmirsənsə, qulaqdan dolma bilgilərlə deyirsənsə, hətta özdə deyirlər ki, Cadillac'ını satıb elə, getgən bir dənə Çin maşını al. Hələ bunlar bilmir ki, elə Çin maşınları var ki, Cadillac'dan da bahadır. Yəni bunların xəbəri bunlardan yoxdur. Sadəcə onlar təəssüflər olsun ki, belə bir təəssürat yaradırlar.